Gel. Gözün bir de gözü ha. Kes. Aşağıya. Ay sağ ol. İngilizce şiiri bir dene. De oradan de. Ha. Akif can verib vətən yolunda. Sədən deyə maşın bir daha. De. Akif can verib vətən yolunda. Qeyrət vardır damarında, qanında fəxr elə ki. Akif qardaşı tanrı yanında. Ağlamaz şəhid bacısı. Allah köməyin olsun. Gel. Əziz izləyicilərimiz, dəyərli vətənpərvər şəhid sevərlərimiz, Ağcabədi rayonunun Hindaq qəsəbəsindəyik. O qəsəbədəki 42 şəhidi var. Saysız hesabsız qazisi, veteranı var. Milli qəhrəmanı, vətən qəhrəmanı, generalı var. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Səfərov Akif Binnət oğlunun ocağındayıq. Elə bura gəlməmişdən öncə abidəsini ziyarət etdik və sonra gəldik ocağa. Qardaşları elə hal-hazırda abidədən gəldi. Mən gecikdim, o tədbirdə iştirak edə bilmədim. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Yanvarın 3-dən 4-ünə keçən gecə Pirə Bulağı istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərən qəhrəmanlarımızdan biri də Səfərov Akif Binnət oğludur və bu günləri bu ocağa gəlmişik, bu ocaqdayıq. Bu ocaqda övladım, üzr istəyirəm, Hüseynin iştirak etməsinin səbəbi var. İllər öncə şəhidlər adına sünnət aksiyası keçilərkən şəhidimizin böyük bacısı Elmira bibi zəng etdi mənə, dedi ki, şair, səndən bir xahiş edeyim, övladlarından birini ver, mən istəyirəm ki, sənin balanın birini götürəm, Akifin adına sünnət olunsun və qırmadıq. Ondan qabaq da belə deyim, bilinsin, onu da etmələm. Şəhid Məhəmməd Məmmədovun anası Gülmira ana demişdi. Amma Elmira ananın xətri bizim hər birimizin qəlbində o qədər əzizdir ki, Gülmira ana Elmira ananı qırmadı. Dedi ki, o Elmira bibinin arzusu yerinə yetsin və Hüseyni şəhid Akif Səfərov adına sünnət etdik və bu günləri də məhz bu ocaqda bu olmalıdır. Burada onun borcudur. Ona görə də Hüseyni də gətirdim. Yaxşı eləmsən. Sizdən istəyərdim ki, bir kəlmə danışasınız şəhidimiz haqqında. Allah şəhidlərə rəhmət eləsin. Buyur, şəhidlərimizə rəhmət eləsin. Şəhidlik zirvədir. Hər adama qismət olunur. Bəli. Bu da bizim alnına yazılır. Allah rəhmət etsin bütün şəhidlərimizə, bütün qazilərimizə, veteranlarımıza da əziyyət çəkir. O veteran da şəhid ola bilər. Bəli. Amma çox tədbirlərdə bu veteranlarını çəkmirlər. Bəli. Şəhidi də götürən veterandır, yaralı da. Hər bir zaman onu mən deyirəm ki, bəli. Gərək gündə Allah bütün şəhidlərə rəhmət etsin. Mən hər zaman deyirəm, şəhidimizin böyük qardaşı da gəldi. Get əminlə görüş. Və deyirəm ki, bir çox tədbirlərdə hər bir zaman deyilir ki, Allah şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə şəfa versin. Amma unutmayaq, bax bu qardaş gözəl dedi. Özü veterandır, bizim Birinci Qarabağ müharibəsinin illərlə o döyüşlərdə iştirak edən qardaşımızdır. Mən hər bir zaman deyirəm ki, qəhrəman şəhidlərimizin mübarək cəsədlərini və yaralı qazilərimizi döyüş meydanından çıxaran qəhrəman veteranlarımız var. O veteranlarımız canlı şəhidlərdir. Şəhidlərimizin o canlı tarixləri onların beynindədir. Onlar, belə deyək də, əksəriyyəti 99% əsəbi vəziyyətdə. Bəli, çünki onlar travmanı alıblar, o zədəni alıblar. Hər bir zaman o şəhidlərimizin şəhid olduqları an, onların o canını tapşırarkən o belə
bunların qolları arasında canı tapşıran şəhidlərimiz var. O yaralı qazilərimizi döyüş meydanına çıxaran veteranlarımız var ki, o an gecə gündüz onların beynindən çıxmır. Qardaş, səninlə də qürur duyuruq, fəxr edirik. Allah səni var eləsin və bütün şəhidlərimizin ruhu şad olsun. Allah rəhmət eləsin, hamısı yerində Böyük işləyəsin. qardaşı xahiş edirəm bir kəlmə o da desin. Mən də deyirəm, mən ancaq deyirəm ki, Allah bağlı qapılarını açsın. Sağ olasın, bağlı. Ölsə də o zadları tapaq bizim də gözümüz yoldan əl çəkilsin, yığılsın yolda. Vallahi o şəhidlərdən danışanda göstərəndə and olsun, göstərəndə ağlamaqdan gəlir o çatlar gözümüzü qabağına. Allah hamısının bağlı qapısını açsın. Allah ölənlərə rəhmət, qalanlara can sağ ol, qazilərdir. Yəni gözümüz yoldan çəkilə də, sağdır, sağ qalsın. Bəli. Şəhidsə şəhidin zadı, licbi gətirək gözümüz yoldan əl çəkilsin ki, Bəli. gəl əyləş. Bizə kim Biz belə? bura dönəndə abidəni ziyarət etdik. Abidədə də çıxış edibdi. Hüseyin də bugünkü gündə bir kəlmə o öz fikrini bir bənd mənim yazdığım şeirdən bir bəndin deyəcək. Orada indi bu belə deyək də şeirdə o oğlun can veribdi vətən yolunda, o həm yazmışam bir anamız şəhid anasına həsr olub, amma bu günləri Allah rəhmət eləsin, ata-ana olmadığına görə o abidədə Elmira bibinin könlü şad olsun deyə şəhid bacısı dedi, amma burada şəhid qardaşı deyəcək, bu da şəhid qardaşlarıdır, değil mi? Bir görüm. Bir boşum. Akif can verib vətən yolunda, qeyrət vardır damarında, qanında, fəxr elə ki, Akif tanrı yanında, ağlama, şəhid qardaşım. Ay sağ ol, başım, sağ Allah ol, baş versin. Ömür versin. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Mehman çox sağ ol, var ol. 2016-cı ildə, indi 2016-cı ilə qədər nə olub mən gündəmdə, rayona köçəndən mənim yanımda olan qardaşımız Səyyaf sağ olsun, aparat qurubdu. Bizim Əliyev Səyyaf Rəfailoğlu. Mehman qardaşımız da öz operatorundan bax bu tədbirlərdə hər bir zaman iştirak edirdi. Allah kömək Sağ olsun, ol. Allah Var ol babalarımızın deyirəm. sağ eləsin, canı sağ eləsin, hamısını Bu qardaş oğlu da bir kəlmə desin, xahiş edir. Allah şəhidlərimizə rəhmət eləsin. Allah bağlı qapılarını açsın. Amin. Sağ olarsa bağlı qapılarını açsın. Amin. Amin. Ölürlərsə də rəhmət eləsin. bütün tapılsın öləndə o şəhidin zadları gəlsin. Gözümüz yol. Birək ki şəhidimizi bastırıq, bizim də gözümüz Mən yoldan. də yuxarı yamadığında şəhiddən asanlar dedim. Ağır olsa da, yəni söz ağırdır da demək sizə deyirəm. Birincisi Allah şad xəbərin qismət eləsin. Amma şəhid olubsa, Allah onun mübarək cəsədini gətirib burada torpağa tapşırmaz qismət eləsin. Gözümüz yoldan yığılsın. Gözümüz yoldan yığılsın. Əsas odur. Mən şəhid Quliyev Həsənin Adışırın oğlunun övladının bugün məclisidir. Ora getməliyəm. Ona görə də mən sizlərdən tez ayrılmaq məcburiyyətindəyəm. Mehman çox sağ ol, var ol deyirəm. Allah, içəcəm, çayımızı içəcəm. Allah ehsanatda qəbul eləsin. Allah sizin də canınız sağ eləsin. Siz kim elə nə Sağ ol. var, gəl yardımcısınız. Bax, burada bu cavanlar da xahiş edirəm, lentə al Mehman, hər birisin. Hər birisin. Gəlin, Lentə gəlin al. oturun. Gəl, Elnur, gəl. Gəl. Çək, qapı qardaşlarımıza çək, gəlin. Gəlin oturun stula. Elnur, kameraya düş, o qardaşlar da çək, bunlar sağ olsunlar, Gəl. var olsunlar. Öz Elnur, tərəflərindən. Dur bir Elnur, sözün var bir kəlmə. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, işçilərin də bağlı qapısını açsın. Amin. Buyurun böyle. Allah şəhidlərimizə rəhmət eləsin. Allah Buyur. olsun. Allah şəhidlərə rəhmət eləsin. Tamam. Sağ ol. Allah rəhmət olsun. Allah ruhunu şad eləsin bütün şəhidlər. Allah yerlərdə işləyirsin, ölənlərin qalanları can sağlığı deyək, həyat. Qurban qardaşımız da ürək sözünü desəyim bugünkü gündə. Allah şəhidlərə rəhmət eləsin, qazilərə can sağlığı versin. Amin. Evdən buyur. Allah şəhidlərimizə rəhmət eləsin. Allah bağlılıqlarını açsın, hamısı sağlıqlarında. Amin. Allah rəhmət etsin. Qazilərimizə də can sağlığı versin. Bütün şəhidlərimizin ruhuna bir Fatihə surəsi eləyək.
Velem yok. Allah rəhmət etsin bütün şəhidlərimizə. Var ya, Allah inşallah. yerləri değişdirəsin. Amin. Amin inşallah. Mən paket çayını iç oradan bak.